maariflənməkdən danışırıqsa, oxumaqdan, oxumağın əhəmiyyətindən danışırıqsa, daimi tamaşaçılarımız bilir ki, bugün cümə gündüzü həmçinin bizim oxumağa dəyər rubrikası efirdə olacaq. Elə bizim dəyərli həmkarımız Mürşid İsmailzadə də buradadır. Sabahınız xeyir olsun. Xoş gördük sizi. Xanım, xoş gördük sizi. Necəsiz? Təşəkkür edirəm, yaxşı olasınız. Elə bu xoş gündə Həsən bəy Zərdabini yad elədik. Elə onun sözünə mən sitat gətirmək istəyirəm ki, yaxşı kitab bir xəzinədir. Bəli. Bugün hansı kitabdan danışacağıq? Bu dəfə Qurban Səidin Əli və No əsərindən danışmaq istəyirəm. Azərbaycan ədəbiyyatına aid bir nümunədir. Güman edirəm ki, tamaşaçıların çox xoşu gələcək bu kitabdan. Deməli, əziz tamaşaçılar, bildiyimiz kimi bu kitab Qurban Səidin Əli və No romanı 1937-ci ildə nəşr olunub, özdə Alman dilində və Avstriyada, Viyanada. Çox maraqlıdır ki, Azərbaycan dilində yalnız 1990-cı ilin əvvəllərində bu kitab tərcümə olub, nəşr olunub və bizim oxucularımız illər sonra bu kitabla tanış olublar. Ən maraqlı sual, oxuculara çox düşündürən sual məhz müəlliflə bağlıdır, müəllifin adı ilə. Çünki Qurban Səid yəqin ki, bir təxəllüsdür və bununla bağlı bir neçə fərziyyə var müəllifin kim olduğuna dair. Birinci fərziyyə onun Yusif Vəziri Çəmənzəminli olmağı haqqındadır. Digər bir fərziyyə isə Bakı milyonçusu, Bakı neft magnatı olan bir nəfərin oğlu, həm jurnalist, həm yazıcı olan Leo Nussbaum haqqındadır. Digər mənbə isə elə kitab nəşr olunanda orada adı yazılmışdı. Baronessa Elfrida Ehrenfels von Bodmeshoff. Yəni burada müxtəlif adlar var, müxtəlif fərziyələr var. İndiyə qədər araşdırmacılar da fikirləşirlər ki, Qurban Səid adı altında, təxəllüsü altında hansı yazıçımız fəaliyyət göstərib. Romana keçdikcə bu sevgi romanıdır. Adından göründüyü kimi Əli və No iki gəncin sevgi romanıdır. Əli kimdir? Əli xan Şirvanşir qədim müsəlman Azərbaycan nəslinin nümayəndəsidir və Nino Kipiani onun sevgilisi isə o da qədim bir ailənin, aristokrat ailənin, Gürcü ailəsinin nümayəndəsidir. Kitabda bir növ şərq və qərb, Asiya və Avropa bunlar bir qarşıdurması kimi göstərilir, amma onları əlbəttə ki, birləşdirən sevgidir. Və çox maraqlıdır ki, müxtəlif mədəniyyətlər, müxtəlif sivilizasiyalar, hətta din fərqi olsa da bu iki gənc bir-birini sevir və nə qədər ayrı məkanlar olsa da onları birləşdirən məhz, belə deyək, qərblə şərqin, Avropa ilə Asiyanın bir birləşdirici nöqtəsi kimi Bakı nəzərdə tutulur. Qəhrəmanlar özlərini həmin o məkanlara da qəribə hiss edirlər. Məsəl üçün, bir müddət Əli və No İranda qalmağa məcbur olurlar. Burada Əli xan özünü çox rahat hiss edir, çünki ona yaxın bir mühitdir. Amma No bu mühitdən darıxır, çünki ona xas olmayan, yad olan bir mühitdir və onu özünü orada çox narahat hiss edir. Sanki bir gül kimi saralıb solur. Və əksinə, onlara belə bir planlarda ideya olur ki, onlar həyatlarını Fransada davam eləsinlər, orada səfir vəzifəsində işləsin Əli xan. Və No əlbəttə ki, buna çox sevinir, çünki Avropanın mərkəzi, Fransa, Paris. Lakin fikirləşirlər ki, Əli xan özünü burada necə hiss edəcək? Çünki o vətənini çox bağlıdır, vətənini sevir və ona nisbətən yad olan mühitdə o yaşaya biləcəkmi? Ümumiyyətlə, bu mövzu, yəni müxtəlif xalqların, müxtəlif dinlərin, gənclərin bir-birinə sevgi münasibəti bizim Azərbaycan ədəbiyyatında çox istifadə olunub. Məsəl üçün, bizim dastanımız Əsli və Kərəm dastanı və yaxud Nəriman Nərimanovun Bahadır və Sona romanında da bu mövzuya rast gəlmək olar. Kitabın yazılanda burada dövr çox mühüm əhəmiyyət kəsb eləyir. Çünki təsəvvür edin, bu təlatümlü bir dövrdür. Birinci Dünya müharibəsi, Rus imperiyasının süqutu, müxtəlif baş verən inqilablar, müharibələr, ondan əlavə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması. Yəni, bütün bu hadisələrin, tarixi hadisələrin içində iki gəncin sevgisi, onlar özlərinə bir güc tapmalıdırlar bu sevgini yaşatmağa. Və burada mən Anardan bir sitat gətirmək istəyirəm. Onun 5 mərtəbəli evin 6-cı mərtəbəsində belə bir ifadə var ki, bir Məcid Zeynallı adlı qəhrəman deyir ki, hətta İkinci Dünya müharibəsi onun planlarına mane ola bilmədi. Bəs görəsən, bütün bu hadisələr Əli və Noya mane ola biləcəkmi? Biz dövrdən danışdıq və mən düşünürəm ki, bu bizim oxucular üçün, xüsusilə bu bir nəslin nümayəndələri üçün daha maraqlı. Çünki biz də əslində təlatümlü dövrün içində yaşamışıq. Sovet imperiyasının dağılması, Azərbaycanın müstəqil ölkə olması, müharibələr, torpaqlarımızın işğalı, qaçqınlar və bütün bu çətin zamanda biz yaşamışıq deyə bizim üçün daha ola bilsin ki, biraz yaxındır bu əsər.
Məkana keçdikdə isə hadisələr burada həm Dağıstanda, həm Tiflisdə, Şuşada, Gəncədə cərəyan edir və ən əsas məqam isə əlbəttə ki, Bakıda, İçəri şəhərdə cərəyan edən hadisələrdir və müəllif burada Qurbansəid özünə məxsus şəkildə İçəri şəhəri təsvir edir. Məsələn üçün, o deyir ki, İçəri şəhərin dar və əyri küçələri sanki şərq xəncərlərinə bənzəyir. Doğrudan da baxanda çox maraqlı bənzətmədir. Və yaxud digər bir bənzətmə var ki, İçəri şəhərdə məscidlərin minarələri göyə ucalır, amma Bayır şəhərdə artıq, yəni daha doğrusu müasir şəhərin müasir hissəsində isə Nobellərin, neft buruqlarının güllələri uzanır. Yəni belə bir bənzətmə gətirir, göstərir. Kitab çox maraqlıdır və bir neçə dilə tərcümə olunub. Mən deyərdim ki, 40-a yaxın dilə tərcümə olunub, bir çox ölkədə nəşr olunub. Bir sevgi romanıdır, sevgi hekayəsidir və yəqin ki, tamaşaçılar da bilər ki, Batumidə də hətta abidə qoyulub, heykəl qoyulub. İndi orada olan tamaşaçılarımız da onu görüblər, şəkillə çəkdiriblər. Əli və Nino heykəli orada var. O hərəkət edən bir heykəldir, yaxınlaşır və ayrılır. Əsər doğrudan öz dramatikliyi ilə fərqlənir və mən düşünürəm ki, ümumiyyətlə sevgi romanını xoşlayanlar üçün oxumağa dəyər bir əsərdir. Məndən bu qədər. Əziz aparıcılarımız Firuz bəy, Aynur xanım, sözü sizə ötürürəm. Təşəkkür edirik Mürşid müəllim. Çox sağ olun. Çox dəyərli bir əsərdir və mən Əli və Ninonu açığı oxuyanda çox qədərlənmişdim. Mən biraz emosional olaraq çox təsir eləmişdi və mən bir şey xatırlayıram Aynur, təxminən 12-13 il əvvəl, hətta 15 il əvvəl mən 2009-10-cu ildən Facebookda məsəl üçün varam və o ərəfələrdə ən çox, həmin illərdə ən çox müzakirə gedən, elə Mürşid müəllim də qeyd elədi, Qurbansəidin kimliyi idi. Bu barədə müxtəlif versiyalar, çox qızğın mübahisələrin biz şahidi olurduq. Xülasə, hörmətli tamaşaçılar, çox gözəl əsərdir. Kimlər ki, oxumayıbsa oxusun. Filmi də var, düzdür, mən filmini izləməyə hələ ki fürsətim olmayıb, amma əsərin özü çox möhtəşəmdir. Əsər möhtəşəmdir və göstərir ki, fərqli mədəniyyətlər heç də həmişə sipər deyil, əksinə bir körpü ola bilər, bir bağ ola bilər. Sevginin gücünü həm də bütün əngəlləri aşır. Sanki tarixin də içindən keçirsən, sevginin böyüklüyünü görürsən. Bir sözlə tövsiyə edirik ki, kim oxumayıbsa oxusun kitabı, əsəri. Oxusun.